Azərbaycanın tanınmış jurnalisti Euronews telekanalının müxbiri Türkiyədə yol nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib. Bu barədə Trenddə jurnalistin yaxınları məlumat verib. Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümunələrindən biri olub. Onun Euronews üçün hazırladığı reportajlar, ələxüsusda 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb. Allah rəhmət eləsin. 2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub. Baş prokurorluq cinayətlə bağlı məlumat yayıb. Bildirilib ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədi ilə prokurorluq orqanları tərəfindən aidiyyatı dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir. Tədbirlərin davamı olaraq Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyət nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu Göytəpə şəhər sakini 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib. İstintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı döyməsi, daha sonra onu boğaraq qəsdən öldürməsi və cinayəti gizlətmək üçün bastırmasına əsaslı şübhələr müəyyən edilib. Xəyalə Xəlilovanın meyitinin bastırıldığı yer müəyyən olunaraq prokuror, kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb. Aidiyyatı üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Elnur Eynullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.